Hər kəsi salamlayırıq. Mən Azərbaycan Education Robotexnika Tədris Mərkəzinin rəqəmsal marketinq meneceri Leyla və direktorumuz İmamir xanım bu gün sizə Aero 2025 haqqında təəssüratlarını bölüşəcək və Aero 2026 haqqında planlar haqqında qısa məlumat verəcək. İzləyicilərimizi salamlayırıq. Bəli, bu gün Azərbaycan International Robotics Olimpiyat Aero 2025 və gələcəkdə planlanan Aero 2026 barəsində danışacağıq. Lap yaxşı. İmamir xanım, istərdim ki, ilk öncə Aero 2025 may ayının 9-u 10-11-i keçirildi. Onun haqqında təəssüratlarınızı bölüşərdiniz bizimlə. Bəli, 2025-ci il bizim üçün Azərbaycan Education komandası üçün çox böyük mənalı və təəssüratlı və deyək ki, arzularımızın pik nöqtəsi. Yəni bütün robotexnika, proqramlaşma və mühəndislik mərkəzləri, yəni belə tip mərkəzlər varsa, uşaqlar varsa və mütləq hansısa bir yarışda tamamlanmalıdır biliklər və bacarıqlar. Uşaqlarımızın, şagirdlərimizin, tələbələrimizin bilik və bacarıqları Azərbaycanda keçirilən bir sıra yarışmalarda və Azərbaycandan kənarda, xaricdə öz biliklərini, əlbəttə bacarıqlarını sınayırlar. Ancaq ki, biz artıq Yaponiyaya gedəndən sonra, yəni bir arzu olaraq qalmışdı ki, belə bir yarışma Azərbaycanda da keçirilsin və gənclər və tələbələr məqsədli olaraq öz bilik və bacarıqlarını inkişaf eləsinlər və həmən təcrübədən bəhrələnsinlər. Və nəhayət ki, 2025-ci ildə may ayında 9-11 may Azərbaycanda həmən yarışmanı ADO Universitetində keçirdik. Əlbəttə ki, yarışmanı keçirmək asan olmadı, çox çətin oldu. Ancaq sağ olsun bizim çoxlu dəstəkçilərimiz oldu. Hələ buradan öz dəstəkçilərimizə öz təşəkkürümüzü bildirmək istəyərdik. İlk öncə Gənclər İdman Nazirliyi və cənab Fərid Qayıbov təşəkkürümüzü bildiririk. Yarışmanın keçirilməsində böyük əmək və zəhməti və dəstəyi oldu. Rəqəmsal İnnovasiya Agentliyi təşəkkür edirəm. Hafiz müəllim, Bakı Abadlıq Xidməti Bünyat müəllimə təşəkkürümü bildirmək istəyirəm. Yəni onun dəstəyi ilə, sponsorluğu ilə bu yarışmanın keçirilməsi mümkün oldu. Azim Telekom, ADO Universiteti öz qucaqlarını, qapılarını bizə açdılar və həm tələbələri, həm müəllim heyəti, tələbə heyəti könüllülərlə bizi təmin etdilər və mümkün oldu ki, biz qonaqlarımızı qəbul edə bilək. Yəni həm xarici qonaqlarımızı, həm də ki, Azərbaycandan olan gənclər və tələbələr ADO Universitetində bu 3 günü qonaq olduq və yarışmanı məncə mükəmməl keçməyə bu da bir dəstək oldu və kömək oldu. Ondan başqa ASPO, Xəzər Gəmiçilik, yəni sponsorlarımızı və tərəfdaşlarımızı saymaqla bitmir. Birinci başlayaq 9 maydan. 9 may Aeronun açılış qala gecəsi keçirildi və açılışı 9 mayda ASPO, Xəzər Gəmiçilik, Azərbaycan Xəzər Kaspiyan, Xəzər Dəniz Gəmiçilik şirkəti bizə qonaqpərvərliyini göstərdi və biz Suruxanı Gəmi Muzeyində bu açılışı, bu möhtəşəm qala gecəni keçirə bildik. Hər bir şey, təşkilat, buna görə Tural müəllimə, Orxan müəllimə öz təşəkkürümü bildirmək istəyirəm. ASPO-nun müdiriyyəti, Rauf müəllimə təşəkkürümü bildirmək istəyirəm. Yəni onlar olmasaydı belə gözəl biz xarici qonaqları, ümumiyyətlə qonaqlarımızı, yəni düşünürəm ki, qəbul edə bilməzdik. Yəni çox sağ olsunlar, təşkilatda çox kömək etdilər və ondan başqa bizim qonaqlarımız həm də Suruxanı Gəmi Muzeyində gördülər. Düşünürəm ki, orada muzeydə möhtəşəm eksponatlar var idi. Suruxanı Gəmi Muzeyi həm də dünyada ilk tanker muzey kimi fəaliyyət göstərir. Onun da varlığı ilə Azərbaycanda belə bir möhtəşəm bir muzeyin olmasına tanış olduq. Bəli.
Tərəfdaşlarımız, ümumiyyətlə bu yarışma ilə bağlı maraqlı insanlar, yəni dövlət qurumlarına öz təşəkkürümü bildirmək istəyirəm. Çünki hər kəs kim ki istədi, gördü ki, bu cür yarışma üçün biz həvəs və istəyirik bu yarışmanı keçirmək. Hər kəs buna səy göstərdi. Hər kəs öz köməyini əsirgəmədi ki, bu yarışma keçirilsin. Möhtəşəm çəkilişimiz var idi. Bakı Abadlıq Xidməti tərəfindən Abşeron Qrup Ceyhun müəllimə və Dilarə xanıma təşəkkürümü bildirmək istəyirəm ki, möhtəşəm bütün bu 3 gün ərzində bizim yarışmamızın çəkilişində köməklik etdilər. Space kanalına, ASTV dövlət televiziya kanallarına, ARD kanalına, ümumiyyətlə bütün kanallar çox müsbət qarşıladılar bizim yarışmamızı. Media dəstəyimiz də oldu. Demək olar ki, Azərbaycanda hər kəs səfərbər oldu ki, bu yarışma gözəl keçsin və nəticə onu göstərdi ki, bizim qonaqlarımız, yəni yarışmanı qiymətləndirilməli və lisenziyanı təsdiqləməli insanlar Yaponiyadan Fujisoft şirkətinin nümayəndəliyindən, həmən All Japan Robosuma Tournament nümayəndəlikləri 2 nəfər dostlarımıza, hakimləri bizə yollamışdılar ki, Azərbaycanda olan potensialı araşdırsınlar, baxsınlar və qiymətləndirsinlər ki, Azərbaycanda bu robotları düzəldə bilən gənclər varmı, yoxmu, təşkilatı səviyyə necədir və çox qürurla bunu deyə bilərəm ki, artıq yarışma bitəndən sonra bizim Rumıniyadan Robot Challenge yarışmasının baş koordinatoru Adrian və baş hakim Gabriela xanım gəlmişdilər. Ondan başqa Yaponiyadan olan Kusunoki və Tashavari 2 nəfər nümayəndə gəlmişdi. Onların rəyləri həddindən artıq bizim yarışma barəsində çox gözəl oldu və yüksək oldu. İyun ayında All Japan Robosuma Tournamentin görüşü keçirildi, ümumiyyətlə katiblik və bu yarışmanı icazə verilən yarışmalar, başqa dövlətlərdən olan yarışmalar, həmən o onlayn iclasla biz də çıxış etdik və bizə gələn, bu yarışmaya gələn hakimlər və nümayəndələr Ayronun keçirməsini çox yüksək qiymətləndirdilər və dedilər ki, Azərbaycanlı gənclərə biz valeh olduq, necə həvəslə, necə onlar çalışırdılar. Düzdür, robot sayı Yaponiyadakı robot sayı ilə, Türkiyədəki robot sayı ilə dəfələrlə bizdə az idi. Çünki artıq Yaponiyada keçirilən yarışmada 10 minlərdən çox robotlar olur. Minlərlə robot yarışı keçirirlər. Bizdə isə 282 iştirakçı var idi, 150 robot var idi. Birinci yarışma üçün bu kifayət qədər idi və orqanizasiyası, təşkilat və ümumiyyətlə yarışmanın keçmə forması hər kəsin çox xoşuna gəldi və izləyicilərimizə də, bizim tərəfdaşlarımıza da, bizə kömək edən insanlara da və Ayroda iştirak edən insanlara da bunu demək istəyərdim ki, çox böyük qürurla bunu deyirəm. Yaponiyadan lisenziyamız təsdiqləndi və artıq Ayro, Azərbaycan International Robotics Olimpiyat, başqa tanınan beynəlxalq yarışmalar, robot yarışmalar sırasına daxil oldu və artıq Yaponlar da həmən o təşkilatı komitədə bizim yarışmamızı həmən siyahıda bütün dünyaya elan etdilər öz rəsmi saytlarında, Instagram səhifələrində və bundan sonra bizə həddindən artıq çoxlu təkliflər gəlir, dəvətnamələr gəlir, dünyanın hər yerindən demək olar ki, dəvətnamələr gəlir. Düşünürəm ki, Azərbaycanı tanıtmaqda da bunun da bir rolu var. Hakimlər də çox güman ki, ədalətli qiymətləndirməni gördülər. Yəni siz əlinizdən gələni etdiniz ki, uşaqlar düzgün qərar verilsin, komandalar düzgün qiymətləndirilsin və qaliblər həqiqətən də ədalətli olsun və ölkəmizi ən yaxşısı, ölkəmizi təmsil etsin. Bilirsiniz, yarışma olanda qalibiyyət var və
məğlub olmaq var. Yəni harda yarışma varsa, bu qaçılmazdır və bu olmalıdır. Əgər nə qədər iştirakçı varsa, yəni uşaqlar pis olmasın deyə, əlbəttə ki, kim yarışmaya qatılırsa, biz daxil, yəni biz də Azərbaycanı başqa ölkələrə təmsil etməyə gedəndə, mən öz tələbələrimə, şagirdlərimə, komanda heyətinə, yəni yarışa qatıldığı gündən, yəni registrasiyadan başlayaraq, qeydiyyat başlayaraq o gündən ta yarış bitənə qədər bir dənə sözümüz var ki, biz qazanmalıyıq. Çünki biz döyüşkən xalqıq. Yəni Azərbaycanlılar biraz Azərbaycan mentalitetində uduzmaq, məğlub olmaq, yəni bu bizə biraz xas deyil, qanımızda yoxdur və əlbəttə ki, qalib olmaq, birinci olmaq bu hər zamandır. Kim qatılırsa yarışmaya, əlbəttə ki, qalib olmaq üçün qatılır. Heç kim öncədən yarışmaya qatılıb fikirləşmir ki, mən məğlub olacağam. Yəni hər kəs qalib olmaq üçün. Və əlbəttə nəticələr görsənəndə, yarışmanın sonunda nəticələr elan olunanda kimlərsə sevinir, kimlərsə üzülür. Ancaq şagirdlərimizə həmişə bunu mən aşlayıram və həmişə bunu öncədən də deyirəm ki, uşaqlar biz qalibiyyət üçün qatılırıq. Sadəcə məğlub olmağın da bir mədəniyyəti var. Yəni biz bu yarışmalara gedəndə Yaponiyada, Rumuniyada yarışmalara gedəndə, yəni biz bu mədəniyyəti görmüşük və bu mədəniyyəti davam eləmək lazımdır və bu məğlub olmaq mədəniyyəti ilə həmən ölkədən, həmən yarışmadan ayrılmaq lazımdır. Məğlub olmaq mədəniyyəti nə deməkdir? Qalib olanın əlini sıxmaq, onu təbrik etmək və ən əsası və onu bacarmaq əlbəttə ki və dərk eləmək. Birinci fikirləşmək ki, nəyə görə bu insan qalib olub? Yəni, ən birinci məğlub olan şəxs fikirləşməlidir ki, qalib olan şəxs nəyə görə qalib olub? Yəni, hansı bacarıqlarına görə, hansı ixtirasına görə, robotunun nəyi fərqli işləyib ki, həmən insan qalibiyyətə qədər gəlib çıxıb? Yəni, bunu analiz eləməyi bacarmalıdır. Robotu analiz eləməyi, öyrənməyi, öz məğlubiyyətini qalib edib və qazandığı insana hörmət edərək ondan həmən sirləri, yəni əgər bu negativ bir-birinə yanaşma olmasa, əlbəttə ki, qalib insan da çox böyük həvəslə öz sirlərini məğlub olandan bölüşəcək və bu böyük bir şeydir. Yəni mən öz şagirdlərimizə də xaricə gedəndə bunu birinci deyirəm və düşünürəm ki, ən böyük istəyim Azərbaycanda elə bir yarışma olsun ki, yəni bu festival şəkilli olsun, bayram kimi olsun. Yəni Azərbaycanda texnologiyalarla məşğul olan, robotlarla məşğul olan insanlar üçün, gənclər üçün, şagirdlər üçün bu bayram olsun. Yəni elə bir bayram ki, hara gedəcək və başqa uşaqların, başqa robotları sevənlərin, mühəndislərin biliklərindən bəhərlənəcək və onun üçün gəlir yarışmaya. Qalib isə layiq olan qalib olsun. Əlbəttə ki, düşünürəm ki, əgər uşaqlar, şagirdlər, valideynlər, hakimlər, hər kəs bunu görsə ki, layiq olan qalib olur, düşünürəm heç bir problem də olmamalıdır sonradan ki, niyə görə bu qalib oldu. Və bizim yarışda bu oldu. Və bizim yarışda bu oldu. Yəni ki, qalib olan şəxslər Gənclər İdman Nazirliyinin dəstəyi ilə bu illəri Yaponiyaya gedəcəklər və Azərbaycanı təmsil edəcəklər və hər kəs gördü ki, ən güclü robot qalib oldu. Yəni bu şəxslər Azərbaycanı təmsil etməyə layiqdilər inşallah. İndi hal-hazırda onlar milli komandadırlar. Yəni biz AERO-nun baş təşkilatçısı kimi, baş koordinatoru kimi mən və bizim müəllimlərimiz, komandamız həmən uşaqlara hal-hazırda da hazırlayırıq ki, dekabrın 3-ü inşallah Allah qoysa Tokyoda Azərbaycanı təmsil etməyə gedəcəyik. Və biz artıq
2026, Aero 2026'nın da hazırlıqlarını başlamış. Elə onu soruşacaqdım. İntizarda saxlamayaq izləyicilərimizi. Aero 2026 haqqında nə planlayırsınız? Nə düşünürsünüz? Bəlkə kateqoriyalar əlavəniz var, yoxsa yəni zaten Megasumo yeniliyini Azərbaycanda ilk dəfəsi bizdə oldu, Aero yarışmasında oldu. Növbəti Aero 2026'da nə planlayırsınız? Əlbəttə ki, bu barədə danışacağıq. 2025 biz Aero 2025'i 7 kateqoriyayla başladıq. Düşünürəm ki, kateqoriyalara yavaş-yavaş əlavə eləmək lazımdır. Çünki hər kateqoriyaya xüsusi hazırlıq lazımdır. Yəni insanların tutalım Türkiyədə MEB robot yarışmasında biz axırıncı dəfə qatılanda 11.000 iştirakçı var idi. Yəni 11.000 iştirakçını, bu qədər robot sayını qəbul eləməyə hazırlıqlar görmək lazımdır ki, sabahları həmən o narazıçılıq nüansları yaranmasın. Yəni biz qeydiyyatı çox açıq eləyə bilərik, çox insanı qeydiyyat eləyə bilərik, ancaq onları qarşılamaq gücündə olmalıyıq. Yəni Aeronun təşkilat komitəsi hazırlıqlı olmalıdır ki, sabah narazıçılıqlar olmasın. 7 kateqoriya ilə başladıq. Aero 2026'da düşünürəm kateqoriyaların sayını artırmışıq. Buradan da elanı artıq eləmək istəyirəm. İnşallah Aero 2026'nın qeydiyyatı noyabrın 1-i başlayır. Fevral ayının 1-nə qədər, bu mart ayının 1-nə qədər, noyabrın 1-dən mart ayının 1-nə qədər Aeronun qeydiyyatı davam eləyəcək. Aero barəsində məlumatlar bizim saytımızdan aero.az saytdan və Instagram səhifəmizdən hər kəs ala bilər. Artıq beynəlxalq komandalar, beynəlxalq müraciətlər həddindən artıq çoxdur. Azərbaycanlı gənclərə səslənirəm. Yəni bu illəri may ayında keçiriləcək Aero genədən. Aeronun, bunu da demək istəyirəm ki, Aeronun vaxt təqvimi dəyişməyəcək. Hər il may ayında keçiriləcək. Düşünürəm ki, bu çox gözəl aydır. Həm şagirdlərin kifayət qədər, yəni bizdə Azərbaycanda dərslər sentyabr ayında başlanır. Sentyabrdan may ayına qədər hazırlıqlar vaxtı kifayət qədər hazırlaşa bilərlər, vaxtları var buna. Və düşünürəm ki, gənclərə deyirəm bir daha bunu, yarışmaya bir həftə qalmış, bir ay qalmış, 2 ay qalmış hazırlaşmırlar. Yarışmaya adətən bir il hazırlaşmaq lazımdır. Yəni bu il Aero bitdi, nəticələr bəlli oldu, qaliblər bəlli oldu və artıq ikinci Aeroya, yəni bir il hazırlaşmaq lazımdır ki, güclü gələn ilin may ayında artıq sən yarışmaya qatıla bilərsən. Elə ona görə də siz 5-6 ay öncədən qeydiyyat elan edirsiniz, açıq elan edirsiniz ki, insanlar hazırlaşa bilsinlər. Bəli, insanlar hazırlaşa bilsinlər, artıq qeydiyyatdan da qabaq. Yəni hər kəs bilməlidir ki, biz bəzi yarışlar var ki, az robot olaraq biz komanda hazırlayıb beynəlxalq yarışlara gedirik. Yəni hər il All Japan Robosumo turnament dekabr ayında keçirilir və artıq bunu deməyə, gözləməyə lazım deyil ki, qeydiyyat vaxt başlayacaq. Biz bilirik ki, dekabr ayında olacaq. Artıq o 7 ildir ki, Robo Challenge hər ilin noyabr ayında olur. Artıq buna dediyim kimi, nəticələr bəlli olan kimi, qaliblər bəlli olan kimi gələn ilin hazırlıqlarını biz başlayırıq. Kateqoriyaları saxlayırıq, köhnə kateqoriyaları saxlayırıq. Sadəcə il yeni kateqoriyalara əlavə edəcəyik. Bu kateqoriyalar barəsində artıq noyabrın 1-dən saytda və bizim sosial şəbəkələrdə artıq bu barədə məlumatlar olacaq. Kateqoriyaların sayı bu dəfə 12. Onlar haqqında məlumat verə biləcəksiniz, yoxsa yenə bizi gözlədəcəksiniz? Yox, artıq biz əlbəttə ki, düşünürəm ki, bütün gözəl yarışmalar o vaxt baş verir və dayanıqlı da deyək, il hər il təkrarlanan yarışmalar o vaxtda, o təqdirdə olur ki, əgər köhnə yarışmaların səhvlərini analiz edərək yeni ilə yaxşı hazırlaşmaq lazımdır ki, uşaqların da həvəsi ölməsin və uşaqlar görsünlər ki, yarışmanın keçirilməsində də fərqlər, dəyişikliklər var. Biz keçən ilki səhvlərimizə nəzər saldıq və bu yeni kateqoriyaları
əlavə etdik. Keçənkidən fərqli olan məqamlar var. Mini sumo yarışmasında biz sadece bir kategori vardı, mini sumo, ve artık orada yaş baxanda gördük ki balacalarla böyüklər bir arada olma biraz haksızlık olur. Onun üçün kategoriyalar əlavə elədik, ancaq əslində eyni robotlardır. Sadece olacaq mini sumo və mini sumo kids. Mini sumo kids'də bizdə 12-16 yaşlı şagirdlərimiz yarışacaqlar. Mini sumoda isə 17 yaşlı. 17 yaşından böyük, yəni sınırı yoxdur. Artıq şagirdlərimiz yarışa biləcəklər. Və bunu da deyim ki, həm mini sumo kids'in qalibi, yəni birinci yeri tutan, həm də ki mini sumo kateqoriyasının qalibi, ikisi də Yaponiyaya, Azərbaycanı təmsil etməyə gedəcəklər və Yaponiyadan həmən o sertifikatı alacaqlar. Növbəti il yarışda onda 3 iştirakçımız iştirak edəcək, 3 komanda. Biz bir əlavə kateqoriyada əlavə eləmişik, hansı ki keçən il Ayroda yox idi, çünki biz buna hazırlıqlı deyildik. Ancaq bu il artıq bu kateqoriyada əlavə edə bilərik ki, hansı ki Yaponiyada keçirilir. Bu Mega Sumo RC, robot kontrolündən. Yəni bir var Mega Sumo avtonom, keçən il Ayroda keçirilmişdi. İkinci kateqoriyada əlavə elədik, Mega Sumo RC, robot kontrolü, yəni pultla idarə edən. Avtonom, pultsuz idarə edən qaydalar eyni ilə olub qalır, yəni robotun görünüşü, ölçüsü. Bunun üçün fərqli robotlar hazırlanır, hə? Fərqli robotlar hazırlanır. Eyni robotu həm pultla, həm avtonom istifadə etmək mümkün deyil. Bir robot ancaq bir kateqoriyada iştirak edə bilər. Qaydalar olaraq yenə də qaldı. Yəni bir müəllim bir neçə komanda, yəni nə qədər komanda istəyirsə qata bilər. Sadəcə olaraq hər uşaq ancaq bir robotla yarışmaya qatıla bilər. Yəni düşünürəm ki, bu haqlıdır. Çünki bir uşağın həm fikri bölünəcək. Yəni 3-4 yəni bir uşaq bir neçə kateqoriyada iştirak edə bilməz. Bir uşaq bir neçə kateqoriyada iştirak edə bilməz. Ən yaxşı bildiyini seçsin, ən yaxşı olsun. Bəli, ən yaxşı sevdiyi, bildiyi, nəyi yaxşı bacarırsa, hansı robotu yaxşı yığa bilirsə, o robotu yığsın. Ancaq müəllim isə, mentor isə bir mentor çoxlu komanda gətirə bilər yarışmaya. Fərqli kateqoriyalarda, fərqli komanda üzvləri. Hətta özü də istəsə iştirak edə bilər, öz yaşına. Xeyr. Çünki mentorun biraz vəzifəsi çox olur, həmən uşaqları idarə eləməlidir, sertifikatları ilə bağlı, qaydalarla bağlı. Yəni özü də iştirakçı kimi olsa, düşünürəm ki, uşaqlar üçün biraz çətin olar, diqqətdən yayılar ki, kimin zamanıdır, vaxtıdır. Yəni qadağalarda bu qeyd olunur ki, bəli, qadağalarda mentor iştirakçı kimi iştirak edə bilməz. Ancaq bir mentor bir çox komanda gətirə bilər. Hər uşaq bir robotla, bir komandada, bir yarışda iştirak edə bilər bir robotla. Robotlar xüsusi QR kodlarla mark edəcək, yəni robotlar qeydiyyata alınacaq. Hər robot bir dəfə iştirak eləməlidir, bir neçə, yəni bir-birinə verib, söküb, qaytarıb belə bir şeylər olmayacaq. Ondan başqa əlavə olaraq Ayro üçün təzə qaydalarda təzə bir şey eləmişik ki, mart ayının 1-i qeydiyyat bitəcək, ondan sonra birinci mərhələ olacaq. Yəni indiyə qədər, mart ayının 1-inə qədər görüldüyü işin video və foto atçotunu komandalardan alınacaq və real robotlar, yəni hansı uşaqlar ki bu vaxta qədər hazırlaya biliblərsə, iş prosesi barəsində, yəni hakimlərin daha haqlı qərar verməsi üçün düşünürəm ki, bu vacib. Seçim turu keçiriləcək, yəni. Seçim turu keçiriləcək və finala ələnə də bilərlər, keçilə bilərlər. Bəli, may ayına finala ancaq o komandalar keçəcək ki, harada, indi bunu da şagirdlərimizə, tələbələrimizə mütləq qeyd edib deyirəm. Bizim əsas məqsədimiz elə bir uşaqlar, elə bir şagirdlər, elə bir insanlar tapaq ki, gələcəkdə onlar Azərbaycana doğrudan da həm Azərbaycanı təmsil edə bilsinlər, həm də Azərbaycanımız, bizim doğma ölkəmiz bundan faydalansın, yəni güclü mühəndislər inkişaf edək. Əsas vacib olan hissə, yəni hakimlərin qabağında qoyulan
bir məqsəd qoyulacaq ki, robot nə olursa olsun, layihə nə olursa olsun, əsas odur ki, şagird özü bunu icad eləsin, özü düzəltsin. Yəni şagird tam bu robotun proqram hissəsi, əlbəttə ki, mentorlar köməklik, yol göstərə bilərlər. Ancaq robotu tamamilə şagird özü Yəni yapmalı. siz gələcəyi düşünürsünüz. Bu gün uşaq vəziyyətdən çıxa bilər müəllimin köməyi ilə, ya necəsə, amma gələcəkdə o bilik onda olmasa mənası yoxdur. Yəni hakimlər tərəfindən birinci yoxlanılan, yəni Aero Komitəsinin əsas məqsədi o olacaq ki, baxmaq ki, bu uşağın bilikləri bu robotu yığmağa kifayətli yoxsa Ədalətli qərar üçün. Yəni ədalətli qərar üçün əsas birinci məqamı olacaq ki, biz baxaq görək ki, bu robotu uşaq özü yığıb, yəni bu komanda, bu gənclər öz robotlarını özləri yığıblar, yoxsa kiminsə köməyi ilə. Yəni əsas məqsəd şagirdlərin bir-biri ilə yarışması üçündür. Müəllimlər əgər yarışmaq istəyirlərsə, müəllimləri də buradan səslənirəm, mentorları da. Çünki Azərbaycanda çoxlu gənclər var ki, artıq doğrudan da yığa bilirlər robotları və s. 17+ kateqoriyalarımızda, yəni Mega Sumo, Mega Sumo RT, Mini Sumo kateqoriyasında, ondan başqa software, robotik engineering 17+ gənclər üçün belə bir kateqoriya açmışıq. Orada yuxarı yaş sınırı yoxdur. Bu dəfə mühəndislərimizi 30, 40, 50 yaşlı mühəndislərimizi hər yaşda, yəni Kim özünü sınamaq istəyirsə, kim özünü sınamaq istəyirsə, balaca şagirdlər kateqoriyasında imkan verin, qoy uşaqlar özləri öz robotlarını yığsın. siz öz yaşlılarınızla, Siz öz biliklərinizi rəqiblərinizlə. istəyirsinizsə, öz yaşıdlarınızla, öz rəqiblərinizlə biliklərinizi sınaya bilərsiniz. Düşünürəm ki, hansı kateqoriyada, yəni bir çox kateqoriya sırf böyüklər üçündür, yəni 17+. Burada 17 yaşlı da ola bilər, 30-40 yaşlı da ola bilər. Yəni müəllimlər yarışmaq istəyirlərsə, o kateqoriyaya buyursunlar, gəlsinlər və öz biliklərini sınasınlar. İmamir xan, bəs hakimlər, bayaqdan hakimlərdən danışırdınız ki, onlar qiymətləndiriləcək. Hakimləri necə seçirsiniz? Necə müəyyən edirsiniz? Deməli, o robot sumo turnamentdə, yəni Yaponiyadakı olan yarışmada belə bir tendensiya var ki, bir neçə ölkədə bu yarışmalar keçirilir və orada baş hakimlər, baş koordinatorlar, yəni bu işi ən gözəl bacaran və illərlə təcrübəsi olan insanlar var. Yaponiyadakı yarışmada da hər ölkədən bir hakim çağırırlar ki, sırf bu ölkədə keçirilən, yəni bizim ölkəmizdə keçirilən yarışmaya haqlı olsun. Yəni hakimlər başqa-başqa ölkələrdən gəlirlər. Onların öz işinin mütəxəssisidirlər və onlar üçün fərqi yoxdur ki, kim qalib olacaq. Yəni onların bir robotik skulları yoxdur, bir şagirdləri yoxdur və s. Düşünürəm ki, əsas məsələ bəlkə o da deyil. Əsas məsələ mənim üçün hakimlərin mütəxəssis olmağıdır. Yəni hansı kateqoriyada hakimlər uşaqları ya robotları seçəcəklərsə, hakimlik eləyəcəklərsə, bal qoyacaqlarsə, düşünürəm ki, o kateqoriyada o hakim bu sahibi mütəxəssis olmalıdır. Yəni illərlə təcrübəsi olan insan olmalıdır ki, artıq hər bir şeyi bilsin. Yəni bir robota baxışla bilsin ki, bu robotu kim yığıb, uşaq yığıb, yoxsa ki, müəllim köməkliyi ilə olub, robota alınıb, alınmayıb. Hər robotun dəsti xətti var da, deyək ki. O robotu götürərək artıq təcrübəli insanlar bilirlər ki, bu robot hardan gəlib, detallar hardan sifariş olunub, kimin köməkliyi ilə olunub, necə yığılıb. Yəni, elə hakimlərin tapılması, seçilməsi, qoyulması ayrıda mütləqdir, elə də olacaq. İmamir xan, demək Yaponiyada siz şahid olmuşdunuz ki, elə bir kateqoriyalar var ki, orada uşaqlara tapşırıq verilir və müəllimlərsiz o uşaqlar hazırladıqları robotu sökürlər, yenidən qurarlar. Bizdə də belə bir mümkündür, etmək istəyirsiniz, planlayırsınız, yoxsa yox? Əlbəttə ki, yəni Aeronun əsas məqsədi uşaqların, yəni qalib olub ya məğlub olmağından asılı olmayaraq, hər il bu həvəsi saxlamaq və bu həvəsi inkişaf etmək. Yəni ki, uşaqların həvəsi artmalıdır ki, gələn il mən daha güclü robot gətirəcəm, daha yaxşısı gətirəcəm. Onun üçün də ən birinci qarşısını aldığımız şeylər ki, haqsız heç kim qalib olmasın.
Yəni haqlı olaraq, yəni bir il işləyən, bir il əziyyət çəkən, o robotu bir saat içində, nə bilim, bir həftə içində, 2 gün ərzində ərsəyə gətirən, hardansa hazır robotu götürüb gələn qalib olmasın. Məhz bu robotun üstündə işləyən, bir il işləyən, üzərində işləyən, nə bilim, Gecəsin kodunu gündüzün yazan. sərf edən, yəni bizdə hazırlıqlarda görürəm ki, uşaqlar yazıqlar gecə-gündüz işləyirlər, hazırlaşırlar, bütün vaxtlarını sərf edirlər. Bəli, yəni elə Əməyinin uşaqlar nəticəsi. qalib olsalar, düşünürəm ki, haqlı vəziyyəti görəndən sonra artıq uşaqların da həvəsləri çox olacaq ki, həmən Daha iddialı olacaqlar növbəti yarışa. yəqin ki, düşünürəm ya bunu çox istəyirəm. Gözəl məsələlərdən biri bu illəri universitetlərimiz sağ olsunlar, yəni bir çox universitetlərin rektor səviyyəsində bizi qəbul etdilər və bu illəri universitetlərimiz çox idealıdılar və həvəslidirlər, çox maraq göstərirlər. Həmən bu yarışmaya düşünürəm ki, bu il tələbələrin sayı üstünlük olacaq. Şagirdlərdənsə tələbələrin sayı çox olacaq. Çünki tələbələr çox həvəslidirlər bu yarışmaya qatılmaq istəyirlər, öz bilik bacarıqlarını göstərmək istəyirlər. Beynəlxalq arenaya çıxma ehtimalı var qaliblərin. Yəni məncə bu tələbələr üçün böyük bir uğurdur. Əlbəttə ki, və düşünürəm ki, biz keçən il 2024 dekabr ayında Azərbaycanı 4-cü yerə çıxartmışdıq. Yəni hər kəs onda deyirdi ki, sizin bəxtiniz gətirdi, şansınız gətirdi. Çünki Yaponiyada o qədər ölkənin içində yer tutmaq həddindən artıq çətin idi. Mən də düşünürəm ki, bizim şansımız, bəxtimiz gətirdi. Yəni həddindən artıq güclü robotlar vardı, güclü komandalar vardı. Ancaq çox yaxşı hazırlaşmışdım. Düşünürəm ki, bu şansı, bəxti, yəni bəxti saxlamaq yox, elə hazırlaşmaq lazımdır ki, bu tendensiya yaranılsın və artıq biz yarışmaya gedəndə Azərbaycan qalib olmasa hamı təəccüblənsin. Yəni bizi rəqib kimi görsünlər. Çox sevinirəm ki, görürlər məncə. Və artıq görürlər. Məsələn, Rumuniyada Robot Challenge-da, yəni illərlə artıq iştirak edirsiniz və qalibiyyət də olub. Məncə artıq Rumuniyada Robot Challenge-a biz gedəndə, yəni artıq bu il 5-ci dəfə gedəcəyik. 30 oktyabr bizim yolumuz Buxarest şəhərinədir, Rumuniyadır. 5 il bundan öncə Rumuniyaya biz yarışmaya gedəndə Azərbaycan komandası kimi 7 nəfər iştirak edirdi. Çox birinci dəfə idi. Hər kəs, heç kim bizi rəqib kimi görmürdü. Çünki birinci dəfə gəlmişdik. Artıq indi illər keçib üstündən, yəni həmən biz sadəcə onda baxırdıq, hər kəsə o təcrübəni götürürdük. Ancaq indi biz Azərbaycan komandası Rumuniyada Robot Challenge-ə gələndə artıq hər kəs rəqib gözü ilə, yəni bizim robotlarımıza baxmaq istəyirlər, tərkibimizə baxırlar, izləyirlər, hansı komandalar gəlib, artıq tanış simalar, tanış üzlər, tanış tələbələrimizi görəndə bir-birlərinə, yəni bu güclü rəqibdir, bundan biraz qorxmaq lazımdır. Belə biz də artıq əvvəlki kimi deyilik. Biz də öz robotlarımızı gizlədirik, daha xüsusi saxlayırıq yarışmadan qabaq. Yəni biz də daha təcrübəliyik deyək ki. Həm də Rumuniyada əlavə kateqoriyalar üzrə qoşuluruq. Bu il Rumuniyada deməli 2, 4, 6 kateqoriyalar. 6 kateqoriyalar 13 nəfər heyətlə Rumuniyada qatılırıq. Rumuniyanın bu il mənim üçün fərqliliyi həm də tək qalibiyyət, yəni komandaların qalibiyyətindən başqa bu il Rumuniyada Aeroya stand ayrılıb. Yəni Azərbaycan International Robotics Olimpiyadının böyük bir uğurdur. Rumuniyada məncə də baş koordinatorluğu tərəfindən, Robot Challenge-in baş koordinatorluğu tərəfindən Aero üçün ayrıca stand ayrılıb və şəxsən mən iştirakçılara təqdim edəcəksiniz. Şəxsən mən bu işlə məşğul olacağam. Əgər komanda üzvlərim, heyət üzvlərim yarışmaya qatılıb robotları ilə məşğul olacaqlar, mən isə Aero barəsində oradakı gələn Rumuniyada bu illəri 50 ölkədən 2000-ə yaxın iştirakçı gəlir. Artıq bəllidir, qeydiyyat bitib Rumuniyada. 50 ölkədən iştirakçılar gələcək və bütün bu iştirakçılar bilirlər ki, Aero beynəlxalq yarışmalar sırasına daxil olub
və hər kəsə maraqlıdır ki, bizdə Azərbaycanda bu yarış necə keçirilir. Necə Rumuniyada 17 ildir bu yarışmanı keçirirlər. Düşünürəm ki, Aeroda uzun ömürlü olar və mən də əlimdən gələni eləyəcəm ki, Aero barəsində məlumat verək və həmən o 50 ölkədən gələn iştirakçılar may ayında bizim Azərbaycanımızın, gözəl Bakımızın qonağı olsunlar. Nə ki Azərbaycanı, Bakını görsünlər. Bizim yeməklərimiz hər yerdə məşhurdur. Bizim qonaqpərvərliyimiz hər yerdə məşhurdur. Bu il Çindən çox xüsusi diqqət bizə ayrılır. Yəni Çindən çoxlu partnyorlarımız var. Bir Aeroya gələnlərin balaca sürpriz olaraq qabaqcadan deyə bilərəm ki, böyük sürpriz gözləyəcəyəm ay ayında. Çünki Çin partnyorlarımızdan gözəl təkliflərimiz var. Robotlarla bağlıdır, bunu deyə bilərəm. Çox maraqlı olacaq mühəndislər üçün. Sizi böyük bir sürprizlər gözlənir və Çindən çox maraq var. Partnyorlar, yəni Aeroda çox belə həvəslə aktiv iştirak eləmək istəyirlər. Yəni bizim bazarı, bizim gəncləri, bizim o deyək ki, həm şirkətlərlə Çinlə Azərbaycan arasında böyük tərəfdaşlıq gedir. İkinci tərəfimizdəki o beyin, insanlar, uşaqlar, gənclər, bu da bizim sərvətimizdir də deyək ki, Azərbaycanlı gənclər çox əzmkardılar, çox çalışqandılar. Yəni artıq özümüzü hər yerdə, yəni bilikli bir xalq kimi, yəni sağ olsun cənab prezident Azərbaycanı elə məşhur edib ki, artıq əgər bir 10 il bundan öncə, nə bilim 20 il bundan öncə Azərbaycan barəsində başqa ölkələrdə danışanda hər kəs soruşurdu ki, Azərbaycan haradır? Az tanınırdı. Balaca ölkədir, böyük ölkələrə baxanda, başqa ölkələrə baxanda əlbəttə ki, biraz nüfuz olaraq 10 milyonluq balaca ölkəmizdir. Ancaq düşünürəm ki, bizim İkinci Qarabağ müharibəsindən sonra 20-ci illərdə keçirilən bizim qalibiyyətimizdən sonra, cənab prezidentimizin çıxışlarından sonra Azərbaycanı tanıtmağa heç bir ehtiyac yoxdur. Hər yerdə möhtərəm prezidentimizi hər kəs tanıyır. Yəni biz başqa ölkələrdə Azərbaycan barəsində məlumat verəndə artıq hər kəs cənab İlham Əliyevdən danışır, bizim qalibiyyətimizdən danışır, Qarabağdan danışır. Biz də əlimizdən gələn. Bizə də düşən odur ki, arenada düzgün təqdim edək, düzgün güclü çıxış edək. Biz də buna görə fəxr edirik. Birinci dəfə Rumuniyaya gedəndə biz Qarabağ barəsində danışırdıq. Azərbaycan işarələri olaraq bəzi hədiyyələr falan aparmışdıq. Rumuniyada keçiriləndə Robot Challenge-də şəhərə açıq olur və fikirləşin ki, 100 minlərlə insanlar həmən gəlib layihələrin baxırlar, robotlarla maraqlanırlar. Yəni hər kəs öz ailəsini, uşaqlarını, hər kəsi yəni səfərbər olur və gəlirlər uşaqların, gənclərin bu düzəldilən robotlara baxış keçirirlər və biz də məlumat veririk. Həm robotlar barəsində, həm layihələr barəsində, həm də ki, əlbəttə ki, Azərbaycan barəsində. İkinci il biz gedəndə artıq biz qalib idik. Qalibiyyəti danışmaq insanlara bu çox gözəl idi. Xarı bülbül nişanlar düzəltmişdik. O nişanları insanlara hədiyyə verirdik. Hər kəs soruşurdu tarix barəsində, xalqımız barəsində. Yəni çox böyük həvəslə bunu biz hər kəsə danışırdıq. Düşünürəm ki, Aeroda elə olacaq. Yəni il başqa ölkələrdən gələn Azərbaycanlıların qonaqpərvərlikləri, yəni hər yerə dilə dastanlıda deyək ki, biz çox qonaqpərvər xalqıq, sülh sevən xalqıq deyək ki, heç kəs bizi müharibə ilə tanımasın, hər kəs bizi sülhlə tanıyır. Yəni indi hal-hazırda Azərbaycanda təşkil olunan beynəlxalq tədbirlər bunu göstərir. Yenə də deyirəm, yəni mən heyranam cənab prezidentə ki, yəni necə bu düşünülür, necə gözəl fikirləşilir ki, yəni Azərbaycana qonaqlar, insanlar yardım üçün yox, yəni yazdıqları gəldikləri üçün yox, müharibə baş verdiyi üçün yox,
məhz möhtəşəm böyük beynəlxalq tədbirlərə gəlirlər. Azərbaycanın mədəniyyəti ilə tanış olurlar, Azərbaycanın yeməkləri ilə, mətbəxi ilə tanış olurlar, Azərbaycanlı insanlarla tanış olurlar. Çox istəyərdim ki, yəni bunu ilə də bitirək düşünürəm ki, Aeroda elə bir hərəkata dönsün. Gələn qonaqlar, xarici qonaqlar gəlib bizim gənclərimizi, şagirdlərimizi görsünlər. Qonaqpərvərliyimizlə də yanaşı, deyək, IT sayəsində biliklərimizi və bunu hər yerdən danışa bilsinlər, istifadə edə bilsinlər. Bizim gənclərimiz başqa ölkələrə gedə bilsinlər, öz biliklərini göstərə bilsinlər. Bunu çox istəyərdim. İnşallah ki, arzumuza gerçək olar. İnşallah. Çox sağ olun İmam xanım. Sizə təşəkkür edirik. Yorduq sizi. İzləyicilərimizə də izlədikləri üçün təşəkkür edirik. Dəstək olmaq üçün videonu paylaşmağı, like etməyi, bəyənməyi xahiş edirik.